Xeyir söz, xeyir fikir, xeyir əməl. Doğru söz, doğru fikir, doğru əməllə ürəyinizdə ata günəş olsun, əziz dostlar. Deməli, bu bir qrup sosial şəbəkə, bu sahibsiz itlər qalxıblar bu, deməli, bu İran tərəfdarları, İran farsmonlar rejimi tərəfdarları qalxıblar bu, deməli, bizim hörmətli jurnalistimiz Kamran Həsənli və digərlərinin, yəni konkret şəkildə İsrail dövlətinin farsmonlar rejiminə qarşı həyata keçirdiyi antiterror əməliyyatını və bir qrup insanlar bunu soyqırım kimi qiymətləndirirlər. Hətta Fələstində Hamas terror qruplaşmalarını qarşı həyata keçirilən antiterror əməliyyatını soyqırım kimi Türkiyə Cumhuriyyətinin rəhbərliyi, Böyük Orta Doğu Projesinin eş başqanı Rəcəb Tayyib Ərdoğan qalxıb bunu soyqırım kimi tanımağa başlayıb və Nigar Öcədək kimi özünü, kimliyini ümumiyyətlə tarixini bilməyən, Xəzər xaqanlığının tarixini bilməyən bir qrup manqurtlar İsrailin Xarici Nazirinin qondarma erməni soyqırımının tanınmasına dair bir qərarınla bağlı bir küy qoparıblar. Məsələ burasındadır ki, ümumiyyətlə bu küy qoparılması nə ilə bağlıdır? Ümumiyyətlə bu bilirsiniz ki, qondarma erməni soyqırımı iddiaları türklərə aidiyyəti yoxdur. Yəni bu soyqırım Kürdlər tərəfindən törədilib. PKK o vaxtı Kürdlər erməniləri qətliam ediblər və bunu ermənilər türklərin ayağına yazıblar və məsələ burasındadır ki, ümumiyyətlə bu barədə Türkiyənin baş naziri olmuş Rəcəb Tayyib Ərdoğan vaxtilə bu barədə keçmiş Ermənistanın Xarici Naziri Nalbadiyana da bu barədə tarixçilərin öhdəsinə buraxılması ilə bağlı müraciət eləmişdi. Həmin o Erdoğan sülh protokolunu imzalamışdı və Azərbaycanın bayrağını deməli Konya şəhərində keçirilən Türkiyə-Ermənistan maçında Azərbaycan bayrağını təhqir eləmişdi. Həmin o Nigar Öcəday da özünü AKP-li aparırlar və Fülya Öztürk kimi bunlar özlərini AKP-li və Fətullahçı və FETÖ-cü özü kimi aparırlar və konkret onlar özlərini siyasal İslamın təbliğatçılarına çeviriblər və heç bunlar turançılıqla əlaqəsi yoxdur. Məsələ burasındadır ki, ümumiyyətlə bu soyqırım iddiaları təbii ki, türk tarixçilər tərəfindən birmənalı şəkildə bunun türklərə aidiyyatının olmadığını, türklər tərəfindən törədilmədiyini biz də bunu açıqlamışıq və məsələ burasındadır ki, bu Osmanlı imperiyasının ermənilərə sadəcə bilirsiniz ki, Sultan Əbdülhəmidə qarşı sui-qəsd törədən şəxslərə qarşı ermənilərin, yəni Yakob Paşa və digərləri tərəfindən törədilməsi ilə bağlı onların sürgün edilməsi 1915-ci ildə bilirsiniz ki, türklərə qarşı ermənilər məhz Hamazaspın dəstələri, Daşnaksutyun dəstələri bolşeviklərlə, Rus bolşevikləri ilə birləşərək Stepan Şamyan Ərzurumda, Karsda, Ərdahanda türklərə qarşı soyqırım törətmişdilər. Bu Nigar Öcəday kimi bambılılar ümumiyyətlə heç bu barədə beynəlxalq təşkilatlara Xocalı soyqırımı kimi, Mart soyqırımı kimi, 20 yanvar soyqırımı kimi və o cümlədən Güneydoğu soyqırımla bağlı, türklərə qarşı, Anadolu türklərinə qarşı edilən soyqırımla bağlı heç bir beynəlxalq dəstək, indi Xocalıya ədalət kampaniyası, Xocalı soyqırımını tanıyan dövlətlər var. Təbii ki, Azərbaycan dövlətinin çox böyük uğuru var. Amma Türkiyə Cumhuriyyətini idarə edənlər çox təəssüflər olsun ki, bu barədə bu günə qədər Anadolu soyqırımla bağlı
türklərə qarşı edilən soyqırımla bağlı, xüsusilə Osmanlı dövründə Güneydoğu ərazilərində törədilən soyqırımla bağlı bir kəlmə, bir qətnamə belə qəbul eləməyiblər. Və bugün fəaliyyətsiz göstərən, bugün fəaliyyətləri eybəcər hal almış bu dindarlar, siyasal İslamcılar başlayıblar İranı müdafiə eləməyə. Və bilirsiniz, bu adamlar o qədər çaqqaldılar ki, hətta bu adamlar deməli, İran nə vaxt İsraili, Amerikanı, əskərlərini bombalayır, dərhal bunlar Güney Azərbaycan kartından istifadə edirlər və Güney Azərbaycan məsələsini atırlar ortaya. Əziz dostlar, bu yaramazlar, bu savadsız kütbeyin adamları ələ almaq üçün burada bir rəy yaradırlar ki, İsrail dövləti PKK-nı yaradıb və PKK-lara, peşmergələrə silah verir və onları silahlandırır. Bədbəxtin bir bədbəxt. 2000-ci illərdə, 99-cu ildə terrorist başı Abdullah Öcalanın Türkiyəyə təhvil verilməsində Amerika və İsrail dövləti əmək sərf eləməsəydi, Türkiyə Milli İstihbarat Təşkilatından təmaslar qurmasaydı, o vaxtı Jirinovskidə bəyanat vermişdi, o vaxtı İtaliyada bunu vermirdi, o vaxtı Rusiyada bunu vermirdi, nə bilim, İran da bunu vermirdi. Bugün özlərini siyasal İslam deyən adamlar qalxıblar Böyük Orta Doğu projesini dəstəkləməyə və Türkiyəni bölməyə, dəstək verməyə və İsraili özlərinə düşmən göstərən, Türkiyənin bəlkə də ən rəzil durumu Mavi Marmara gəmisindəki rəzillikdir. Türk əskərinə qarşı təhqiramiz bir şəkildə Orta Doğu bataqlığına salmaqdır. Halbuki orada heç Türk, Fələstin xalqı deyilən bir xalq yoxdur. Fələstin adlı bir Yahudilərin izini silmək üçün o vaxtı bilirsiniz ki, xristiyanlıq yayılandan sonra, İsa Peyğəmbərin ölümündən sonra bir saxta bir tarix, Roma İmperiyası saxta bir tarix yaratdı və onlara bugün də İtaliyanın rəhbərliyi də Fələstin dövlətini qondarma separatçı bir Fələstin adlı bir qondarma bir dövlət qurulması üçün konkret olaraq onlar bir Türkiyənin rəhbərliyində olan siyasal İslamcılar da konkret şəkildə deməli bu adamlar yaramazlıq eləyirlər və qondarma bir Fələstin soyqırımını İsrailin acığına bir iddialar qaldırırlar. Yəni əslində Nigar Ögəday kimi, nə bilim Sevin Nuriyeva kimi vaxtilə bizə, Türk millətinə, Türk dünyasına, İrəvan dərdinə və Türklərə qulluq eləmiş bu adamlar, Azərbaycana qulluq etmiş bu adamlar indi sapı özümüzdən olan balta kimi çox söz istəyirəm, bu adamlar artıq sahibsiz itlər kimi hürürlər və əslində dünyadakı demokratiyanın, insan haqlarının Türk dünyası üçün ərəblərə qarşı, farslara qarşı mübarizə aparan İsraili ləkələmək üçün belə bir rəy yaradırlar ki, göy İsrail erməni pərəst mövqeyinə keçib. Ay balam, bugün Azərbaycan da Ermənistana benzin satır. Bugün Ermənistanla Türkiyə arasında, Türkiyə rəhbərliyi özü də Ermənistana quru sərhədlər açır. Bu iki daşın arasında bu mənasız, heç bir halda bunun heç bir hüquqi əhəmiyyət kəsb eləməyən, bunun türklərə aidiyyəti olmadığı bildiyiniz halda bu qondarma erməni soyqırımının dərdini eləmək sizə mi qalıb? Ümumiyyətlə, bu ermənilərə aidiyyəti olan və ermənilərin iddia qaldırdığı, Rusların isə, Moskvanın isə birbaşa türkləri qarşı, türklərlə erməniləri düşmən eləmək üçün həyata keçirdikləri bir təxribat xarakterli bir qondarma soyqırım iddialarıdır. Yəni, bu Moskvanın növbəti bir məkirli planıdır və Moskva pərəst qüvvələrdə, Putin pərəst qüvvələrdə
Xomeyni pərəst qüvvələrdə bunlar fəallaşıblar və İsrailin həyata keçirdiyi antiterror əməliyyatını ləkələmək üçün türkləri yeni Güney Azərbaycan dövlətinin qurulmasına maneçilik yaratmaq üçün belə bir oyun qurublar və bu oyunun arxasında deməli İsrailin artıq başa düşdü ki, ermənilər artıq demokratik yolla inkişaf eləyir və demokratik seçkilər keçirir və İsrail dövləti Kürdlər tərəfindən törədilən bir qondarma erməni soyqırımını tanımaqla bağlı bir qətnamə qəbul edib. İndi adama sual verən lazımdır. Bu o deməkdirmi ki, bu qətnamə ilə rəsmi şəkildə İsrail ermənilərlə diplomatik münasibətlər quracaq və üstəlik də bu qətnamə nəticəsində Ermənistanın səfirliyi olacaq İsraildə və yaxud da Ermənistanda İsrailin səfirliyi olacaq. Ay bədbəxtlər, bu heç Paşinyan özü də bu Ermənistanı idarə edənlər özləri də bu qondarma erməni soyqırımını tanımırlar. Yəni bunun heç bir hüquqi əhəmiyyəti yoxdur. BMT tərəfindən də bu qondarma erməni soyqırımının tanınmaması və əgər tanısaydılar, bugün Türk Dövlətlər Təşkilatının yaradılmasına imkan verməzdilər və üstəlik də Türk dövlətlərinə qarşı sanksiyalar tətbiq olunardı. Faktiki olaraq Almaniyadakı müxalif AFD partiyası rəsmi şəkildə türklərə qarşı sanksiyaların yol verilməz olduğunu bildirib. Yəni Türkiyə Cumhuriyyəti NATO-nun üzvüdür, Azərbaycan Avropa Şurasının üzvü kimi qalıb. Yəni əgər bu qondarma erməni soyqırımı iddiaları bu qədər hüquqi əsas yaratsaydı, strateji olaraq qəbul olunsaydı, bugün İsrail dövləti türklərə qarşı müharibə elan eləyərdi. Yəni məntiqli olaraq, məntiqi yanaşsaq, İsrail dövləti Azərbaycanla, Türkiyə dövləti ilə müharibə eləyərdi. Amma bu qanmazlar başa düşmürlər ki, bugün Türkiyədəki Amerikanın hərbi bazalarına terror hücumunu İsrail dövləti etmir. Bu terror hücumunu İran dövləti edir. Naxçıvandakı dron terror hücumunu da İsrail yox, İran törədib. Bu barədə cənab prezident də rəsmi olaraq müraciət edib. Nə tez unutdunuz Albert Agarunovun Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşməyi? Nə tez unutdunuz Azərbaycana 44 günlük müharibədə antiterror əməliyyatında Hammurapi silahları ilə və F-16 silahları ilə Azərbaycana hava hücumundan müdafiə sistemini İsrail tərəfindən köməkliyi? Nə tez unutdunuz Azəri Silah İstissalat Birliyinin İsraillə birlikdə yaratmış olduğu hərbi bir sistem? Yəni bu qədər ağılsızlıq, bu qədər cahillik olarmı aziz dostlar? Və heç bir hüquqdan anlayışı olmayan, beynəlxalq hüquqdan qanmayan adamların küyə gedib Moskvanın uydurduğu bir qondarma erməni soyqırımı üzərindən bir İsraili ləkələmək, İsrail-Azərbaycan münasibətlərini ləkələmək, İsraili az qala ermənilərlə eyni tərəzidə qoymaq hansı məntiqə uyğundur? Və sənəddə yazılmayıb ki, türklər qondarma erməni soyqırımını törədiblər. Orada yazılıb ki, ermənilər də Kürdlər tərəfindən, indi orada Kürd yazılmayıb, ümumi yazılıb ki, Kürdlər tərəfindən ermənilər soyqırıma məruz qalıb və Yahudilər də soyqırıma məruz qalıb. Özü də bu xəbəri Hamam Times kanalı, Azərbaycanın müxalif kanalı yayımlayıb və insanlar bunu oxuyurlar. Orada heç türklərə aid heç bir İsrailin Xarici İşlər Nazirinin Kallasın mövqeyində bu barədə bir kəlmə yazı yazılmayıb. Yəni bu qədər cahillik, heç nə oxumadan, içəriğini oxumadan bir sözün üzərindən əzbərləyib qalxıb bir küy yaratmaq, bir alov püskürmək nəyə lazımdır? Bugün rəsmi şəkildə İsrail dövləti, hətta Azərbaycan dövləti özü də
Ermənistandakı səfirliyini açmayıb, Ermənistanda da Azərbaycan səfirliyi açılmayıb. Siz nə danışırsınız burada? Siz nə boş-boş danışırsınız? Türkiyədə də Ermənistan səfirliyi yoxdur. Ermənistanda da Türkiyə səfirliyi yoxdur. Nə danışırsınız siz? Bu münasibətlər varmı ki, indi bunun qüvvəsi olsun, bunun hüquqi qüvvəsi olsun? Bunu BMT tanımayıb. BMT heç bir sənədində qondarma erməni soyqırımını tanımayıb. Amma Xocalı soyqırımla bağlı, Xocalı ədalət kampaniyasına bağlı BMT bir çox təşəbbüslərdə Azərbaycan dövlətini dəstəkləyib. BMT-nin 4 qətnaməsinin qəbul olunması da bunun əyani sübutudur. Türkmənçay müqaviləsini də BMT rəsmi şəkildə tanıyıb. Və bu qədər cahilləşmiş, kütbeyinləşmiş bu sürü yığını ömründə kitab oxumayan, ömründə İsrail dövlətinin tarixini oxumayan, Xəzər xaqanlığının tarixini bilməyən, Osmanlı tarixini bilməyən qanmazlar qalxıblar İsrail tərəfdarlarına it sürüsü kimi, çaqqal sürüsü kimi Moskvanın, Çinin, İranın xoşuna gəlmək üçün bir kampaniya aparırlar. İğrənc kampaniya aparırlar. Yəni sizin əlinizdəki telefon, sizin WhatsApp-ınız, sizin YouTube kanalınızı İran mı yaradıb, Çin mi yaradıb, Rusiya mı yaradıb? Nə yapışmışsınız bu dövlətlərdən? Nə yapışıb bunlardan əl çəkmirsiniz? Moskvanın dezinformasiyalarına nə tez uyursunuz? Bir heç mi vicdanınız, ləyaqətiniz, mənliyiniz, şərəfiniz yoxdur? Nə deməyə çalışırsınız? İran dünyada terrorizm əsdirir. Günahsız 50 milyon Azərbaycanlının haqlarını tapdalayır. Siz onları üzərinə getmək əvəzinə Doğu Türkistanda Uyğurların özünü turan danışırsınız. Doğu Türkistanda olan öldürülən uşaqların günahkarı İsraildir. Günahkarı Amerikadır. Bəyənmədiniz Amerika dövləti, bəyənmədiniz İsrail dövləti, Avstraliya, Zelandiya öz müttəfiqləri olan dövlətlərə göstəriş verir ki, Doğu Türkistan platforması simpoziumu təşkil eləsin. Həmin Ukrayna dövləti məhz Krım platformasını təşkil eləyir və sizə görk olur ki, Krım məsələsi Ukraynanın məsələsi deyil, dünyanın məsələsidir. Və orada bir çox beynəlxalq təşkilatlar da iştirak edir. Amma Türk Dövlətlər Təşkilatı bugün turançılar heç bir Krım platformasından, Krım məsələsindən zərrə qədər bir şey danışmırlar. Nə Sevin Nuriyevə danışır, nə İncə Röcedə danışır, nə Fulya Öztürk danışır. Heç biri danışmır. Cahandar Bayağulu da görürəm ki, bizim telefonlarımıza cavab vermir və deyəcək sözü varsa çıxsın efirə bizə cavab versin ki, nəyə görə İranı biz müdafiə eləməliyik? Nəyə görə cənab prezident siyasətinin əleyhinə getməliyik? Cənab prezident Hamurab silahlarını sığalamadı mı? Məyər 1-ci Qarabağ müharibəsində İran bizim mövqeyimizi müdafiə mi etdi ki, biz İranı müdafiə eləməliyik? Harada görünüb bu? O Xomeyni deyilmi ki, Azərbaycanın 50 milyon Azərbaycanlıların edam hökmünü verən Ayətullah deyilmi? Utanmırsınızmı? Xəcalət çəkmirsinizmi? Heç mi ləyaqətiniz imkan verir ki, siz qalxıb caniləri, Türk millətinin canilərini qalxıb o ərəblərə mənə nə? O ərəblər ki, gəlib Azərbaycanda 1000 hoqqadan çıxır, 1000 həyasızlıq eləyir. Gəlib Azərbaycanda axundları görürük də, hamısı İran təlbiqatına aparır. Budur da, sizin təfəkkürünüz budur. Sizin dünya görüşünüz budur. Nə kitab oxuyursunuz, nə tarix bilirsiniz, nə Türk millətinin dərdini bilirsiniz, nə Türk dünyasının tarixini bilirsiniz. Heç qondarma erməni soyqırımının üzərinə bir argument, bir əsaslandırılmış bir konsepsiya ortaya qoymamışsınız. Bugün qondarma erməni soyqırımına etiraz eləmək olan tərəf bizik. Amma sizin kimi boş-boş, mənasız, düşük-düşük Fələstin deyə, İran deyə
gic-gic, mənasız, Türk millətinə zərər vuran təbliğatda aparmırıq. Bir ağlınızı başınıza yığın. Özünüzü yığışdırın. Qarşınızda uşaq yoxdur. Nə Kamran Həsənli sizdən savadsızdır, nə də ki Səidə Bəkir qızı sizdən savadsızdır. Nə boş-boş burada Azər Həsrət sizdən savadsızdır. Heç deyilsə Azər Həsrət Bayraktar Info adlı sayt yaradıb. Kamran Həsənli bütün efirlərdə Turandan danışır. Türk millətinin dərdindən danışır. Siz nə eləmişsiniz? Siz nə eləmişsiniz? Bugün Ukrayna xalqının 80% Azərbaycan türkləri döyüşür. Krım türkləri döyüşür. Nə vaxt onlara dəstək vermişsiniz? Nə vaxt onları reklam eləmişsiniz? O şəhid olan insanları nə vaxt reklam eləmişsiniz? Baxın, Ukrayna dövləti şəhid olan Azərbaycanlara münasibəti görün. Necədir? Həmin o bərk-bərk yapışdığınız, təriflədiyiniz Rusiya, İran, görün Türk millətinin başına nə oyunlar gətirib. Biraz abrınız, həyalınız olsun, bir tarixi oxuyun. Həmin o qondarma erməni soyqırının abidəsini ermənilər özləri Sovet dövründə götürüb yerlə yeksan elədilər. Həmin o Paşinyan bəyanat verdi ki, biz qondarma erməni soyqırını tanımırıq. Bir ağlınızı başınıza yığın. Bu nə küdür, nə yapışmışsınız, başlamışsınız İsrail əleyhinə danışmağa. Bir dənə də bəhanə tapmışsınız, bir mövzu tapmışsınız, başlayırsınız it balası kimi hürməyə. Nə qazanırsınız? Nə verir sizə bu? İsraili 100 dəfə lənətləməklə nə qazanırsınız? Belə qeyrətiniz var. 20 dənə ərəb dövlətisiniz. Yığışın. İslam konferansı təşkilatısınız. İslam əməkdaşı təşkilatı. Yığışın. Gedin Fələstin üçün döyüşün də. Niyə biz türklər döyüşməliyik Fələstin üçün? Niyə Fars Molla rejiminə üçün döyüşməliyik? Niyə biz İsrailə qarşı döyüşməliyik? İsrail bizə nə pislik eləyib? İsrail, Amerika bizə nə pislik eləyib? O Amerika ki, gəlib Trip dəhlizini imzalayıb. Moskvanı Zəngəzur dəhlizindən qovalayıb, iti qovan kimi qovalayıb. O Biden administrasiyası Brüssel danışıqlarında, Granada danışıqlarında və Praga danışıqlarında Fransanı da vasitəçi olaraq cəlb eləyib və beynəlxalq təşkilatların qarşısında ATT Minsk qrupuna üzv ölkəsi kimi Azərbaycanın həm ərazi bütövlüyünü tanıyıb, həm də Azərbaycanın işğal altında olan Qazaxın 4 kəndini Azərbaycana qaytarıb. Naxçıvanın bir kəndini də qaytarıb. Nə pislik eləyib Amerika sizə? 1994-cü ildə Azərbaycan dövləti əsri müqaviləsi imzalayıb Amerikan şirkətlərini Azərbaycana dəvət eləmədimi? Utanmırsınızmı? Xəcalət çəkmirsinizmi? O İsrail dövləti məhz Azərbaycanın torpaqları işğal olunduğuna görə Ermənistanla sərhədlərini açmayıb və diplomatik münasibətlər qurmayıb. İndi bu yapışmışsınız qondarma erməni soyqırımına, heç içərini bilmirsiniz. Qondarma erməni soyqırımı necə olub, nə cür olub, nə baş verib? Bir argumentiniz yoxdur. Bir tarixi araşdırmanız yoxdur. Heç bir tarixi bilmirsiniz. Osmanlı tarixini bilə bilmirsiniz. Osmanlı quruluş tarixini bilmirsiniz. Həmin Osmanlı quruluş tarixində bəyliklər olub. Həmin bəyliklərdən bayraqlarında Davud ulduzu olub. Həmin Osmanlı dövlətidir ki, Azərbaycanın Qafqaz İslam ordusunun Azərbaycanın ərazi bütövlüyü üçün Nuru Paşa öz zabitini göndərib və Azərbaycanı bəlalardan xilas eləyib. Və ölüb yerə girmirsinizmi? Həmin Nuru Paşa Azərbaycanın ərazi bütövlüyü uğrunda Ruslara qarşı, ermənilərə qarşı döyüşərək intiqamını almayıbmı? Bizim təşkilatımızın, difai təşkilatının da Əhməd bəy Ağoğlu'nun da İngiltərədə Maltaya sürgün edilməsi faktorunu da məhz qondarma erməni soyqırımının Kürdlər tərəfindən törədilməsinə dair İngiltərədə yazdığı bəyanatlar olub. Bu qədər geri zekalılıq, bu qədər cahillik olarmı? Bugün PKK-ların təsəvvür edin, Türkiyənin Qazi Məclisində Atatürk'ü söyən, Atatürk'ü lənətləyən şərəfsizlər, Türk millətinin düşmənləri bugün parlamentdə oturub, parlamentin sədr muavinini Kürt və PKK-lı bir lider gətirib, orada Öcalanı kurucu lider elan edirlər. Birinizin də səsi çıxmadı.
Biriniz də lənətləmədiniz. Biriniz də Türkiyənin parlamenti sədri Nurman Qurtulmuşun Azərbaycana səfəri zamanı bir qınamadınız ki, ölüb yerə girmirsənmi? Baxın, bugün Azərbaycanda Rusiyaya xidmət edənlərin 80%-i, Azərbaycan prezidentinə xəyanət edənlərin 80%-i həmin o Kürdlərdir. Naxçıvanda oturan Kürdlərdir. Və siz ölüb yerə girmirsiniz. Hələ bu barədə bir kəlmə danışa bilmirsiniz. Zərrə qədər danışa bilmirsiniz. Ləyaqətiniz çatıb danışa bilmirsiniz. Ona görə bu mövzuda mən hesab edirəm ki, baxın, bizim mövqeyimiz də bəllidir. Biz Turanın bayrağını da təbliğ edirik və bizim üç rəngli bayrağımızın təməllərinə xidmət edirik. Sizin kimi iç sürüsü kimi hürməklə məşğul olmuruq. Oradan buradan eşitdiyimiz xəbərləri bir PR eləmirik. Sizin fəaliyyətiniz odur. Siz əksinə öz təbliğatınızla qondarma erməni soyqırımını qəbul etmiş olursunuz. Bu başlıq yazaraq İsrail tərəfdarlarını ləkələməklə bizim şəhidlərimizi ləkələyirsiniz. Albert Agarunov kimi şəhidlərimizi təhqir edirsiniz. Siz özünüz ərəblərə xidmət eləmiş oldunuz, farslara xidmət eləmiş oldunuz. Demək ki, siz Güney Azərbaycanın dərdini çəkmirsiniz. Hörmətli Nigar Göday, hörmətli Sevin Nuriyeva, hörmətli Cahandar Bayoğlu, niyə Güney Azərbaycanın bugün dərdini çəkmirsiniz? Niyə onlar haqqında bir məqalə, bir beynəlxalq təşkilata bəyanat yazmırsınız ki, biz Güney Azərbaycan dövlətinin qurulmasından israrlıyıq? Çıxın, Türkiyənin Qazi Məclisində bəyanat yayın. Bəyanat müraciət edin, rəsmi saytına müraciət edin. Milliyətçi Hərəkat Partiyasının nümayəndə heyətinə, Cumhuriyyət Xalq Partiyasına, Ədalət Qalkınma Partiyasına müraciət edin. Deyin ki, biz belə bir təşəbbüs göstəririk. Bu təşəbbüsü niyə göstərmirsiniz? Türkiyənin prezidenti Azərbaycan prezidenti ilə zəfər paradında nə demişdi? Arazı ayırdılar, küllən ayırdılar və o zaman bu məsələni dəstək verdiniz. İndi isə qalxıb, indi Zəngəzur məsələsində İsraili nədən günahlandıracaqsınız? Nəysə dostlar, mən belə adamları əhəmiyyət vermirəm və bu küy, bu özə baxın, heç bu İsrailin rəsmi saytlarında, nə bilim, valla dünyanın hansısa bir saytında bu yoxdur. Belə bir iddia yoxdur. Yəni bu qondarma erməni soyqırımı iddiaları hamısı əsassızdır. Bunun heç bir halda indiki dövrdə, indiki şəraitdə heç bir real işləmə mexanizmi yoxdur. Türklər bu qətliamı törətməyiblər. Paşinyan özü də dedi ki, biz bu qətliamı qəbul etmirik. Ona görə də dostlar, bu mənasız Moskvapərəst mövqeyli insanların, Tehranpərəst mövqeyinin, Fars Molla rejiminə xidmət edən antimilli ünsürlərin cəfəng, boş danışıqlarına əhəmiyyət verməyək. Biz öz dövlətimizi, Türk millətimizi, Türk dünyasının taleyini düşünməliyik. Ona görə bu cahil, kitab oxumayan, daş yazılarından qanmayan, Tengridən anlayışı olmayan, Oğuz törəsindən xəbər olmayan bu qanmazlar, İslam bayrağının altında yaşayan, ərəbləşmiş bu kölələr bizə heç nə öyrədə bilməzlər. Bizə törəni, bizə tarixi, turançılığı heç bir halda öyrədə bilməzlər. Biz son damlamıza qədər ərəbləri, farsları yox edənə qədər İsraili dəstəkləyəcəyik. Bəsdirin, İsraili ləkələdiniz, bəst İsraili düşmən elan elədiniz. Siz artıq konkret şəkildə PKK-çıların kimlər yaratdığını dilə gətirməyəcək qədər alçaqsınız. Bilirsiniz ki, bunu Pirmakov yaradıb, bunu Xomeyni yaradıb. Özünüz də efirlərdə deyirsiniz ki, İranın tərkibində Kürdlərin terror qruplaşmaları var. Haçlı Şaibilər var, Həmasçılar var, Hizbullahçılar var. Bu terror qruplaşmaları bütün yaxın şərqə yayılıb. Və İsrail sizin 50 milyon Azərbaycanla heç bir dərdi yoxdur. Və belə bir cəfəng informasiya yayırsınız ki, güya İsrail dövləti Güney Azərbaycanı tanımayacaq, müstəqilliyini istəmir. Yalan söhbətdir bu. Siz nə vaxt Güney Azərbaycanlılar, harayım Türkəm deyənlər
çıxıb İsrailə müraciət elədiniz, Amerikaya müraciət elədiniz, rəsmi şəkildə müraciət elədiniz, bir qurum olaraq, bir dərnək olaraq müraciət elədiniz, bu İsrail dövləti Amerika sizə yox cavabı verdi. Axı müraciət etməmişsiniz. BMT-yə müraciət etməmişsiniz. Yalandan, olunan bir mitinqlə, bayraqlarla məsələ bitmir. Artıq küçə səviyyəsində yox, traktor klubu səviyyəsində yox, ciddi, akademik, alimlər səviyyəsində bu məsələ qaldırılmalıdır. Bəsdirin bu savadsız bir qurum farsmonlar rejiminin əlaltılarına çevrilmiş insanların dili ilə bizə lazım deyil o təbliğat. Səttar xanları da biz gördük, xiyabaniləri də gördük, pişəvərləri də gördük. Onların faciəvi aqibətini yaşamamaq üçün Azərbaycan dövlətinə sığının. Bu dövlət sizindir. İranın, nə qədər ki İranın oyununa, siyasi oyununa, İranın güclənməsinə xidmət edən Güney Azərbaycan iddialarına qalxacaqsınız. Heç bir zaman müstəqillik əldə edə bilməyəcəksiniz. Bugün demokratiyanı da, insan haqlarını da kobud şəkildə pozan dövlətlərin başında İran dayanır, Rusiya dayanır, Çin dayanır. Türk millətinin bütün hüquqlarını tapdalayan 3 dənə dövlət var ki, onlar avtoritar və teokratik dövlətdir. Və beynəlxalq təşkilatlar da bu dövlətləri işğalçı, terrorçu, avtoritar rejim hesab edir. Və diktator rejimlər hesab edir. Çünki bu ölkələrdə insan haqlarının qorunmur, azsaylı xalqların hüquqları qorunmur və bu ölkələr heç bir halda gələcək vəd eləyə bilməz, inkişaf vəd eləyə bilməz. Sizin cəsarətiniz, ləyaqətiniz varsa, Türk millətinə kim düşmənçilik edirsə, onların üzərinə gedin. Onu da sizə deyəcəm ki, əsl turancısınız, əsl Türk millətinin dərdinin keşiyində olan insanlarsınız. Ləyaqətiniz çatırsa, Rus xalqına, Fars xalqına, Çin xalqına lənət yağdırın. Görək baxaq sizə kim etiraz eləyəcək, kim sizin arxanızda getməyəcək. Getməyən bir namərddir. Ona görə də dostlar, mən bu cür insanlara yalnız onu deyirəm ki, savadsız, kütbeyin adamlarsınız və sizə baş qoşmağa da heç bir məna görmürəm. Sağ olun, atamız var olsun.